Mən Azərbaycan Milli Müqavimət Hərəkatının üzvü və Azərbaycan Milli Müqavimət Hərəkatının Yüksək Məclis üzvü və AZXP, yəni Azərbaycanda yaradılmış Azərbaycan Xalq Parlamentinin deputatlığa namizədi olan Beyləqan rayonunun Yuxarı Çəmənli kənd sakini Budaqov İlqar Namazoğlu bu çəkilişimi çəkib bildirmək istəyirəm ki, hökumətə bizim bu kəndlərdə araz qırağı, bax kanallarımız nə gündədir, xalqın əkin sahələri hamısı alışıb yanır suzundan, bilə-bilə vermirlər. Baxın, bu körpünün təxminən 10 metr uzunluğu var. Atılan zibillər hamısı gəlib dolub bura, təmizləmirlər. Su cuarları, bələdiyyə sədri, ərazi nümayəndəsi heç kim bununla maraqlanmır. Kəndin susuzluqdan malını, heyvanını, əkinini, becərini, əkin sahələrini hamısını susuzluğa məruz qoyublar. Bu çəkilişdə məqsədim budur ki, hökumət öz məmurlarından bir dərs götürüb görsün ki, Azərbaycan xalqını necə zulüm verirlər, onları necə yaşadırlar, ancaq və ancaq pul yığırlar. Bu sahələr üzrə xalqın da ki, aclığa məruz qoyublar, susuzluğa məruz qoyublar, əkdiyi taxıllardan, yonca sahələrindən heç nə götürə bilmirlər. Dövlətimizin iqtisadiyyatı bu zərurətə görə olduqca düşüb aşağı, dövlət zəifləyib və xalq köləçiliyə doğru gedir, kölə də ediblər. Əllərində nə varsa hamısını başlarına vurub əlindən alırlar. Heç kim də dinib, heç nə edə bilmir. Kimlərə deyirlərsə xeyri yoxdur. İndi yaz ayıdır. Xalqın demək olar ki, heç yerə ümidi yoxdur. Şikayət edəcəyi yer yoxdur. Bunun üçün də əziz və hörmətli, dəyərli xalqım, siz bu köləçilikdən çıxmaq üçün Azərbaycan Xalq Parlamentinə qoşula bilib, Milli Müqavimət Hərəkatına üzv olub, ABA Media kanalına abunə olub, öz hüquqlarınızı, qanunlarınızı orada bərpa edib, azad olub və qanuni dövlətimizdə, milli hökumətimizdə uşaqlarınızla, ailənizlə xoşbəxt və səmimi, gözəl bir dövlətdə yaşaya bilərsiniz. Bunun üçün də heç kim heç nədən qorxub çəkinməyib, gəlib Azərbaycan Xalq Parlamentində yer alıb, bizim Milli Müqavimət Hərəkatına qoşulsun, ABA Mediaya üzv olsun. Sizin ümid yeriniz, azadlıq yeriniz ancaq və ancaq Azərbaycan Xalq Parlamentidir. Sağ olun məni xalqım, dinlədiyiniz üçün var olun.